Salam, EMAŞİMin bugün keçirdiyi sertifikasiya, MİQ sertifikasiya sınavının birinci suala baxmaq istəyirik. Deməli, burada alkenlərin səmərəli adlandırmasından sual düşüb. Deməli, səmərəli adlandıran zaman simmetrik alkenə diqqət eləyək. Var ki, simmetrik adlandırma zamanı simmetrik sözünü istifadə etmək. Bir də var ki, simmetrik alken. Təbii ki, biz demişik ki, iki qata birləşən karbonlara, əgər məsələn, baxın bu karbona, birincidə, hər iki tərəfdə eyni hidrogen sayı birləşibsə, bu simmetrik alken olacaq. Yəni, birinci simmetrik alken olacaq, ikinci qeyri-simmetrik alken olacaq. Nəyə görə? Çünki iki qata birləşən karbonda burada hidrogen yoxdur, amma bu tərəfdə isə hidrogen var. Ona görə bu olacaq qeyri-simmetrik alken, məsələn. Üçüncüyə isə baxırıq, bu da simmetrik alkendir. Nəyə görə? Çünki iki qata birləşən karbonu hər iki tərəfdən birdən hidrogen birləşib. Bu da simmetrik alkendir. Üçüncüyə baxırıq ki, iki qata birləşən karbonu hər iki tərəfdə hidrogen yoxdur. Bu da simmetrik alkendir. Bu simmetrik alken. Lakin bizim şərtdə isə bizə adlandırma zamanı simmetrik sözü deyəndə isə biz bu suala başqa cür yanaşacağıq. Deməli, birincini yazaq. Bu alkeni belə də yazmaq olar. Belə də ola bilər. Deməli, burada etilen deyəcəyik. Burada da etilen deyiləcək. Deməli, bu alkeni adlandıran zaman, burada C2H5'dir. Başlayın. C2H5. Deməli, bu alkeni adlandıran zaman simmetrik, metil, etil, etilen deyiləcək. Simmetrik. Digər alken isə bu artıq belə bir formada da ola bilər. Bu isə artıq qeyri-simmetrikdir. Çünki iki qata birləşən karbon görür ki, müxtəlif hidrogenlər birləşib. Qeyri-simmetrik metil, etil, etilen. Ona görə də bu birinci adlandırma zamanı biz simmetrik sözdən istifadə edəcəyik. Tutaq ki, bizə ad verib, biz formulu özümüz müəyyən etməliyik. Tutaq ki, formulu verməyib, ad verilib. Yazıb ki, məsələn, bunu necə adlandırırıq? Deyir ki, simmetrik metil, etil, etilen. Biz onda belə yazacağıq. Bəlkə bizə məsələn verib ki, qeyri-simmetrik metil, etil, etilen. Onda biz başa düşəcəyik ki, deməli C2H5 kənara deyil, eyni karbona birləşib ki, qeyri-simmetrikdir ki, hidrogen sayıları fərqli olsun. Ona görə də biz birinciyə qəbul edəcəyik ki, bu simmetrik sözü burada işlətdik. İkinciyə baxaq. Ümumiyyətlə, ikincidə biz simmetrik və yaxud da qeyri-simmetrik sözünü istifadə etməyəcəyik. Nəyə görə? Çünki belə bir qayda var ki, əgər eyni radikaldan, eyni bir radikaldan, məsələn, burada görürsünüz, CH3 2 dənədir, burada CH3 1 dənədir, eyni radikaldan. Əgər 2-dən artıq olarsa, simmetrik və yaxud da qeyri-simmetrik sözünü işlətməyə ehtiyac yoxdur. Ümumiyyətlə, burada yəni istifadə edilməyəcək. Üçüncüyə baxaq. Bəli, burada da istifadə ediləcək. CH, 2 qat rabitə CH, CH3. Biz bunu belə də yaza bilərik. CH3, C, CH3, eyni radikaldır. CH2. Deməli, birincidə biz adlandıran zaman artıq buna mərkəz, buna etilen deyəcək. Simmetrik dimetil etilen. Çünki bu simmetrikdir. Digər isə eyni tipdə baxın. Buna isə biz deyəcək qeyri-simmetrik dimetil etilen. Çünki görürük ki, baxın, iki qata birləşən karbona burada 2 hidrogendir. Burada yoxdur ümumiyyətlə hidrogen. Ona görə də biz üçüncündə simmetrik sözü işlədəcəyik ki, burada simmetrik dimetil etilen. Dördüncüdə isə bayaq 2-dəki qaydanı qeyd etdiyimiz qaydaya uyğun olaraq, əgər iki qata birləşən karbona radikallar 2-dən artıq olarsa, bu zaman biz simmetrik, qeyri-simmetrik sözü işlətməyəcəyik. Ona görə də bu da uyğun gəlmir. Düzgün cavab 1-3 A variantı olacaq.